Axşamınız xeyir olsun. Bugün danışacağıq Lənkəran vilayətinin iqlim yarımtipləri haqqında. Keçən dəfə Naxçıvan haqqında danışmışdıq. Bu səfər isə Lənkəran haqqında danışaq ki, deməli ərazi olaraq bölünmüş olaraq işləyək. Sonra daha çox Kiçik Qafqaz, sonra Böyük Qafqaz və eyni zamanda təbii ki, Kür Arazda bir iqlim və yarımtipi olduğu üçün əsasən bu haqqında danışacağıq. Belə deyək. Lənkəran üçün nəyi xarakterik olaraq görəcəyik? Lənkəranda biz mülayim isti iqlimi, həmçinin də soyuq iqlimi, həmçinin də yarımsəhra quru-çöl iqliminin üçünü də görəcəyik. Amma hansı formalarda görəcəyik? Biz burada xəritədə baxaq. Deməli, böyük ərazidə yayılan və Lənkəran vilayətinin daxilində olan iki fiziki coğrafi rayonun hər ikisində də mövcud olan iki iqlim yarımtipindən danışacağıq. Bunlar hansılardır? Təbii ki, 4 və 5 rəqəmləri ilə verilən deməli iqlim yarımtiplərindən söhbət gedir ki, 4 rəqəmi ilə verilən yayı quraq keçən mülayim isti iqlimdir. 5 rəqəmi ilə verilən isə yağıntıları bərabər paylanan mülayim isti iqlimdir. Yağıntıları bərabər paylanan mülayim isti iqlimi Azərbaycan Respublikasında 3 yerdə rast gələcəyik. Bu da biri elə Lənkəran vilayətində, ikisi isə Böyük Qafqaz vilayətinin deməli fiziki coğrafi rayonunda, bir Şəki belə Zaqatala Laxıç fiziki coğrafi rayonunda, bir də təbii ki, Qonaqçıyan fiziki coğrafi rayonunda görəcəyik bu şəkildə. 5 Zaqatala Laxıç fiziki coğrafi rayonu və 5 Qonaqçıyan fiziki Quba rayonunun yerləşdiyi Qonaqçıyan fiziki coğrafi rayonunda rast gələcək. Amma bizim üçün indi Lənkəran önəmlidir və Lənkərandan danışırıq. Mülayim isti iqlimin dedik ki, iki formasına rast gəldik. Hansı ki, yay qura keçən mülayim isti iqlim və yağıntıları bərabər paylanan mülayim isti iqlim. Talış fiziki coğrafi rayonunda isə, yəni ki, Talış dağlarını əhatə edən və onun ətəklərini əhatə edən fiziki coğrafi rayonun ərazisində isə biz rast gələcəyik soyuq iqlim tipinə və həmçinin də soyuq iqlim tipinin yarım tiplərinə və həmçinin də deməli yarımsəhra quru-çöl iqliminin yayı quraq keçən, belə qışı soyuq keçən yarımsəhra quru-çöl iqliminə. Bunu Naxçıvanda olanda da qeyd eləmişdik. Eyni zamanda burada da qeyd eləyirik ki, 2 rəqəmi ilə verilən iqlim yarımtipi ki var, qışı soyuq keçən yarımsəhra quru-çöl iqlim yarımtipi. 7 rəqəmi ilə verilən yarımtipi isə bizim üçün deməli soyuq iqlim tipinin digər bir yarım tipidir ki, qışı quraq keçən belə soyuq iqlim tipidir. Burada həm qışı quraq keçən soyuq iqlim tipi var, həm yayı quraq keçən. 7 ilə verilən qışı quraq keçən soyuq iqlim tipidir, 6 ilə verilən isə yayı quraq keçən soyuq iqlim tipidir. Həmçinin biz rəqəmlə verilməsə belə xəritədə diqqətimizi çəkəcək bir rəng var ki, o da həmin bu 7 və 6-nın arasında olan tünd narıncı rəngdir ki, bu tünd narıncı rəng bizim üçün təbii ki, yarımsəhra quru-çöl iqliminin qışı mülayim keçənidir. Və biz bu xəritəyə diqqətlə baxsaq, bu hansı ki, bizim dərsliklərimizdə verilən xəritədir. Burada bu iqlim yarımtipinin olduğunu görürük. Sadəcə rəqəmlə göstərilmədiyi üçün biz adını belə çox belə deyək, aydın şəkildə səsləndirmirik, amma onun da var olduğunu görürük. Deməli, Lənkəran fiziki belə deyək, Lənkəran vilayətində hansı iqlim yarımtiplərinə rast gəldik qeyd eləsək, mülayim isti iqlim var, yarımsəhra quru-çöl var və həmçinin də soyuq iqlim tipi var. Dağ tundra yoxdur. Bunların da hansı yarımtipləri var qeyd elədik. Ümid edirəm ki, faydalı olmuşdur.